Xoş gördük əzizləyicilər. Gördüyünüz həyət evi 6 sot torpaq sahəsində 4 otaqdan ibarətdir. Fikir versə, dörd bir tərəfi yarımçıq da olsa barısı var. Yerdə qalan hissəsini qonşu tamamlayacaq inşallah. Çox böyük məhəlləsi var. 6 sot çıxarışlı torpağı var. Mingəçevir şəhər Günəşli qəsəbəsindədir. Əsas yoldan deməli 800 metr içəridə 20 nömrəli məktəbin arxasındadır. Əzizləyicilər, evimiz hündür kürsülüdür. 4 otaqdan ibarətdir. Keçib evin daxilindən də sizi tanış eləyəcəyik. Evin sağı, solu hamısı yaşayışdır. Fikir verirsiniz, burada da yeni ev tikilir. Bütün ətrafı yaşayışdır. Asfalt 50 metrliyindədir. Buradan baxanda bax şiferin yanından asfalt başlayır. Oradan bura öz küçəsidir. Yəni oranı istəsəz asfaltlaya da bilərsiniz, elə saxlaya da bilərsiniz. Keçək evin daxilindən də sizi tanışırım. Bu çöldəki material evə aid deyil. Bu sizi çaşdırmasın. Burada tikinti gedir. Sağlığına qismət onun materialdır. Evin içi hazırdır. Bəzi xırda-pərə işləri qalıb. Keçək evin daxili ilə sizi tanış edeyim əzizləyicilər. Evin demək olar ki 90% işi hazırdır. Sadəcə abo işi və xırda-pərə işləri qalıb. 4 otaqdan ibarətdir. Çox geniş evdir. Bura hamam tualetidir. Fikir verirsiniz, genişliyi tam normaldır. Bir də qeyd edeyim ki, ev şəxsi müştəri özü üçün tikdirib. Yəni satılmaq üçün tikilən evlər deyil. Bura evin bir otağıdır. Normal kvadratlı geniş otaqdır. Digər otaq buradır. Buranın da uşaq otağı kimi istifadə etmək olar. Tam normaldır genişliyi. Bütün pəncərələr evin öz məhəlləsinə açılır. Qonşuya düşən heç bir pəncərəsi yoxdur. Bura qonaq otağı üçün nəzərdə tutulub. Əzizləyicilər, materiallar da burada var. Əlavə istifadə üçün materiallar da var. Fikir verirsə, abo işi qalıb. Tok işi falan, kanalizasiya sistemi, hər şey çəkilib evdən çıxıb. Bura digər otaqdır, biraz yığcam otaqdır. Burada çox güman ki, mətbəxidir. Burada mətbəxidir. Genişlik normaldır, birbaşa məhəlləsinə baxır. Gördüyünüz kimi geniş evdir, 6 sotda torpağı var. Xırda-pərə işlər qalıb, bunu da tamamlaya bilərsiniz. Özünüz əzizləyicilər, qiymət çox münasibdir. Səhifəmizdə qiymət yazılıb, daha ətraflı məlumat üçün nömrə ilə əlaqə saxlaya bilərsiniz. Diqqət etsin, çox sağ olun.